Bunlar oturublar yeməyə, heç məni çağırmayıb. Bizim günümüz necə başlayır? Mənim günüm qonşuların qırışmasından başlayır. Artıq bezmişəm. Bütün günü onların səs-küyündən oyanırsan. Nəyə görə yola getmirsiniz? Boşanın. Dişlərimi yumaq istirdim. Yadıma düşdü ki, məndən soruşurdular hansı diş pastasından istifadə edirsən. Adi Splat, Adbelivania Plus. Damaq qanaxmasından da var. Ondan da istifadə eləyirdim. Çünki damaqlarım hərdən qanayır da, çox kömək elədi. İndi də buna keçmişəm. Superdir, super. 5 saat bir dənə kadr vermədilər mənə eləyimi. Nənəm bir dənə ştrudel pişirəcəyindi. Ştrudlidir adı. Alman yeməyidir. Anam istədi. İnanırsınız, burada səsləndirməyə oturdum və diqqətlə belə baxıram ki, saçlarım necə də uzanıb. Sadəcə necə formada kəstirməyi, heç nəyi bilmirəm. Mən kare ilə əvvəl gəzirdim də. İndi bilmirəm nə edim bunlarla. Bugün bizdə pişirmə günüdür. Mama sırnik buradan hazırlayır, sırniklərimiz. Nənəm burada ştrudel hazırlayır. Ну, делай, что делала? Ştrudel yələməmsinizsə, həqiqətən çox ləzzətlidir. Həmişə ştrudel yeyəndə dayım oğlu yadıma düşür, o əskərlikdədir. Ən sevdiyi yeməyi budur. Həmişə gələndə yəni nəsə deyir ki, mən ştrudel hazırlayın. Gözlüyün göstərim sizə yaxından. Belə qat-qat xəmirdir, içində yağdır, amma yanında hələ kartoşka da kəsilir, hə? Üstünə qoyulur, yoxsa içinə? Yox. Üstünə qoyulur. Çox ləzzətli olur, göstərəcəm sizə. Nənəm belə formatda yığır onları, sonra bir qat bu, bir qat kartof, bir qat bu, bir qat kartof. Çox dadlı alınır. Yo dostlar, indi gedəcəm aşağı kartof almağa. Boynumda kartof. Sadəcə hələ yeməmişəm, bəlkə bir dənə sırıq çırpışdırdıq. Mama, один sırıq mı? To есть bunlar oturublar yeməyə, heç məni çağırmayıb. Moşini kuşunu. Qoymuş. Uşaqlar, mən çıxıram. Heç nə belə geyinmədim. Cinsli kurtka, həmən evdəki koftanı. Heç kim bilməyəcək. Belə cinsik. Все, çıxırıq. Belə boş, böyük cins. Və mənim sevdiyim krasovka demişdim sizə. Getdik. Smetana sfotkala, какие мне надо взять, да? Dostlar, deməli mağazində rahat çəkə bilmədim. Burada kartofdur. Çünki əllərim hamısı zanit idi, tək edmişdim ona görə. Burada mayasız çörək. Ay, öldüm. Smetanı ilk dəfə alırıq Belarusiyanında. Slavyanski tradisiya. Smetana 20%. 20%'dır. Baxaq, necə olacaq bilmiyorum. Necədir dadı. Və kefir. Sevirik bu kefiri. Mama deməmişdi ama mən də götürdüm. Çünki dadlıdır bu kefirlər. Doktor Milk'indir. Kartofsuz çıxdı 6 manat 59 qəpik. Kartofda 2.90 elədi. Bu şimdi 10 manat xərclədim də. İndi smetanın dadına baxmaq istəyirəm. Belarusunda ilk dəfə ümumiyyətlə görürdüm. Gəlin bir dənə açaq. Dadına baxaq. Mən smetan sevər kimi deyəcəm. Dadlıdır ya fifidir. Mama aç da. Mama sadəcə əllə çalışır açmağa, yəni alınmayacaq məndə. Onu deşmək lazımdır. Açdı. Biz bacarmadıqlarımızı analarımız bacarır deyəsən. Smetan. Dadlı da. Çok qəşəngdir.
Alın uşaqlar, adı yenə deyirəm, Slavyanskaya tradisiya 20%, çox dəxlidir. Biz Brest Litovs alırıq. İndi az vaxtda onlar olurlar da, eksperiment edirik. Dadlıdır, Belarus ümumiyyətlə dadlıdır. Baba ştrudli nənəm hazırlayır. Bir qat karton, bir qat ştrudli. İndi də yağdır. Это masla da. Масло с водой. Yağla su. Və duz həmçinin. Əlbəttə ki, hara duzsuz. Belə, indi də qaynamağa qoyacağıq. Na skолько minut nənə tüstəvir? Минут 40, там, пока 40 водичка dəqiqə уйдет. falan. Su gedənə qədər. Səhər biraz gərgin başladı. Anamla aramızda kiçik bir söz-söhbət oldu. Belə hallar olur. Ona görə də fikrimi dağıtmaq üçün biraz mağazaya getdim. İndi isə evə qayıtmışam və nəhayət sakitcə oturub səhər yeməyimi edirəm. Mamanın sirnikləri həmişəki kimi çox iştahaçan alınıb, yanında da çay. Bəzən insan sadəcə biraz tək qalmağa və sevdiyi bir şey yeməyə ehtiyacı olur. İndi artıq özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, günün qalan hissəsi daha gözəl keçəcək. Artıq yeni vlogu yükləyəcəm. Bir 30 dəqiqə. Yəqin ki, bunu görmüsünüz. İnana bilmirsiniz ki, necə həyəcanla həmişə yükləyirəm. Az baxış elə bil yığır. Like'lar o qədər də deyil. Bilmirəm də, nəsə əziyyət çəkirəm, amma o qədər də əziyyətin bəhrəsini görmürəm. Əgər sizə əziyyət deyilsə uşaqlar, həmişə vloqlara falan like eləyin ki, adamın bir həvəsi olsun da gündə 24 saat çəksin. Əzizlərim, ştrudlilər hazırdır. Çox ləzzətlidir. Bəlkə mukbang çəkdim bu günləri TikToka, bilmirəm. Amma çox dadlı görünür. Bir zamanda mama küsür, deyir ki, mənim sousumu da çək. Mama burada sos hazırlayır. Ay Allah, əlim yandı. Sos hazırlayır, ətləndi burada. Baranina nədir mama? Qoyun əti ilə. Aşkım, mən buna baxı ştrudli yeyirəm. Çok şişe varmış. Kartoskası da belə nazik. Hadi Cemoş, şunları yukarı çıkarıver hadi. Çox dadlıdır. Hadi sen de doyur karnını. Biz servisten sonra yeriz. Yuxuya girmişdim mən. Hamı da yatır. Ona görə gedək özümüzə çay süzək. Yox, oyandılar. Bəxtim gətirmədi. Axşamdır, yəqin ki, mən vlogu birləşdirəcəm. Çünki vlog o qədər də uzun alınmadı. Tableronla çay içirəm. Və bilmirəm, kimlər baxır diziyə. Əşrəf Rüya, nəsə bir şey. Əşrəf Tek, anam oturub diziyə baxır. O şeydir, ayda mama, neysə. Özüm onsuz da mama Türk dizilərini otuzdurmuşam. Qoca nənələr kimi həyatda heç nənə məşğul olmayan, oturub dilərə baxıram. Elə bil həyatda başqa işim peşəm yoxdur. Doğrudan da yoxdur da. Kimi bizi aldadırıq, hə? Biz internetdə yandırıb baxırıq. O qədər mənə maraqlıdır. Özü Əşrəf də konkret mənim zövqümdə bir insandır da. Çox yaraşıqlıdır. Kül başı var Nərgiz, kül. Külü qoyun başı var. Toblerone şokoladanı mənə Mera xanım Londondan göndərib, hələ də yeyirik. Çox ləzzətlidir. Hamıya da göndərdim, verdim. Rus dilində baxırıq. İnşallah mən getirmişdim də.